Xəzər dənizi can almağa davam edir. Mövsüm başlayandan bugünədək 40 nəfər Xəzər dənizində boğularaq ölüb. Fövqəladə Hallar Nazirliyi bildirib ki, bu il çimərlik mövsümü başlayandan indiyənədək Nazirliyin nəzarət etdiyi çimərliklərdə ölüm hadisəsi qeydə alınmayıb. Məlumata görə mövsüm ərzində dalğıc xilasedicilər boğulma təhlükəsi ilə üzləşən 55 nəfəri xilas ediblər. Bununla yanaşı FHN-in nəzarət etmədiyi çimərlik olmayan ərazilərdə suda batan 40 nəfərin meyti də tapılaraq aidiyyatı qurumlara təhvil verilib. Fövqəladə Hallar Nazirliyi vətəndaşları yalnız rəsmi nəzarətdə olan çimərliklərdən istifadə etməyə, nəzarətsiz su hövzələrinə girməməyə çağırır. Bəs Xəzərdə çimmək nə dərəcədə düzgündür? Fövqəladə Hallar üzrə mütəxəssislər xəbərdarlıq edirlər ki, Xəzərdə bəzi sahələrdə güclü cərəyanlar, qəfil dərinləşmə və külək nəticəsində yaranan dalğalar təhlükə yarada bilər. Yalnız xilasedicilərin növbə çəkdiyi çimərliklərdə çimmək tövsiyə olunur.